Salam əziz dostlar, bugün sizlərlə birlikdə ingilis dili testi işləyəcəyik. Gəlin başlayaq. Choose a correct variant yazılıb burada. Yəni doğru variantı seçin deməkdir. Sonra burada to be mövzusuna aid yazacağıq. Burada da yazılıb ki I am, he, she, it is, we, you, they are. Bunlar yazılıb. İndi məsələn bundan əvvəl sizə bir dənə qayda göstərəcəm. Verib to be-yə aiddir. Aydan sonra am gəlir. He, she, it-dən sonra is gəlir. You, we, they-dən sonra are gəlir. Məsələn, I am a student. He is a nurse. She is a nurse. It is a nurse. You are good friends. We are good friends. They are good friends olur. Bu da buna aid işləyəcəyik. Testimizdə buna aid olacaq. Gəlin indi testimizi işləyək. Birinci he a boy olacaq. Burada bilirik ki boşxanaya he is a boy yazacaq ki is yazmalıyıq. Ona görə mən gəlin buradan yazdım. Sonra you are in my house. Yeni are olacaq. Bunu mən də are yazdım buradan. Are. İndi yurdan sonra bura koyayım. Z yine Z var. Biz qaydada oxumuşduq ki Z'dən sonra are gəlir. They are from Germany olacaq. Ona görə də are yazırıq bura. Bunu da yerləşdiririk. Sonra it var. It is my dog Rex olacaq. It is my dog Rex olacaq deyə. Itdən sonra is olacaq. Yəni önce bura is qoymalıyıq da. Is yazaq. İndi bura qoyuruq. Sonra we are happy olacaq. Biz xoşbəxtik yəni. We are. İndi bura qoyaq. He is very tall olmalıdır. Çünki he-dən sonra is gəlir. Ona görə mən qaydanı sizə göstərmişdim. O qaydaya uyğun olmalıdır. He is very tall. Sonra Anna is in the garden olacaq. Yəni Anna'dan sonra is olacaq. İndi bura is yazacağıq. Bir de yazaq. Is. Burada koyayım. Sonra yine V var. We are olacaq. Yəni cəm şəkildə olduğuna görə we are good friends. Qaydada da elə good friends yazılmışdı da. Sonra my cat is black and white. Yəni burada is olacaq. Yəni bu pişik qara və mənim pişiyim qara və ağdır. Burada is qoyun. Sonra the sun is yellow. Is olacaq. Ona görə is də yazaq bura. Is səhv yazdım. Is yazın bura qoyaq. 11'də burada am olacaq. I am hungry olmalıdır. Gəlin bunda yazaq. Bura am yazaq. Burada qoyacağıq. Sonra you are doctors olacaq. Burada are yazacağıq. Gəlin yazaq. You are. Sonra she is beautiful olmalıdır. She'dən sonra is olacaq. Yəni is yazdır. Gəlin bunda yazaq. Is. Qoyun bunu bura. Sonra Tom var. Burada Tom is strong. Yəni Tom güclüdür. Is olacaq burada. Tom is. Sonra burada my not hair is sad olacaq. Yəni buraya is qoyuruq. Sonra I am
angry olacaq. Yəni am olacaq. Am yazmalıyıq bura. Yazım. Aha. Sonra 17 my car is nerf. Yəni my car is olacaq. Mənim maşınım. Yox. Bu yazı isi qoyaq. Sonra we are at school. We are olacaq. Are yazmalıyıq. Are qoyuq. Aha, keçdik 19'a. It is cold olacaq. Soyuqdur. Yəni it is yazmalıyıq. 20'den they are twins olacaq. Parentlər. They are olacaq çünki cəmdədir. Yəni bir dənə deyildən. Yəni iki dənədir. Yəni cəmdədir. We cəmdə olur. Neyse sağ olun. Sağ olun canım videoda görüşəndək.